Həm idman edirsiniz, həm də az yeyirsiniz. Ancaq alt qarnınızdakı o piy qatı inadla sizi tərk etmək istəmir. Bəlkə də problem sizin iradənizdə deyil, sizin qanınızdakı stres hormonlarındadır. Bugünkü videoda heç bir diyet proqramının demək olar ki, həll edə bilmədiyi kortizol qarnı haqqında danışacağam. O qarnın getməməsinin birinci səbəbi xroniki stressdir. Böyrək üstü vəzirlər xroniki stressi hiss edərək kortizol ifraz edirlər. Kortizol da həyati vacib orqanları qorumaqdan ötürü onların ətrafını piyləndirir. Bunun üçün də yüksək kortizol və daimi stress bərabərdir qarın bölgəsinin yağlanması. İkinci problemimiz kortizolun insulinlə olan əlaqəsidir. Qanımızda kortizol miqdarı qalxanda qan şəkəri də qalxır. Qan şəkəri qalxanda isə bu insulini tetikləyir. İnsulinlə kortizol birləşəndə isə xüsusilə də visceral yağlar, yəni daxili orqanların ətrafına toplanan yağlar pik həddə çatır. Və nəticədə siz nə qədər az yeyirsinizsə də yeyin, orqanizm stres rejimində həmin enerjiləri xüsusilə qarın bölgəsində saxlayır. Gəlin indi həll yolu haqqında danışaq. İlk növbədə qeyd edeyim ki, aclıq diyetaları bunun həlli deyil. Çünki aclıq diyetləri kortizolu biraz daha qaldırır. Həll yolu enerji qəbulunu kəsmək deyil, kortizolu aşağı salmaqdır. Gündəlik 7-8 saatlıq keyfiyyətli yuxu, ağır məşqlər və qaçış yerinə orta tempdə yüngül yürüyüş və maqnezium tərkibli qidalardan istifadə etmək. Bədəniniz özünü təhlükəsizlikdə hiss etmədikcə sizin qarın yağlarınızı buraxmayacaq. Məncə bu videonu qarın problemi yaşayan bir dostunuzla bölüşə bilərsiniz. Əgər sizin də qarın probleminiz varsa, rəylərdə görüşə bilərik. Yeni videolarda görüşmək ümidi ilə salamat qalın.